Salam dostlar, hər birinizi xoş gördük. Bugün sizlərlə saytımızdakı məhsulları necə birbaşa Facebooka ötürə bilərik və oradan kataloq reklamları necə hazırlaya bilərik, buna baxmalıyıq. İlk öncə gəlin biz daxil olaq Meta Biznesə. Meta Biznesdən gördüyünüz 3 düyməni basdıqda ən aşağı hissəyə düşürük və ticarət yöneticisini seçirik. Ticarət yönəticisi açıldıqdan sonra ürünləri əklə deyə bir buton var. Həmən butona daxil oluruq. Və buradan bizdən nə yükləyəcəyimizi istəyir ticarət yönəticisinə. Əlbəttə ki, internetdəki məhsullarımızı deyirik və işlətmə portfolyosunu seçirik. Hansı biznes aiddir onu. Avtomatik bizdə seçili olur. Şəxslərə erişim ver, okey. Kataloq ürünlər. Misal üçün buraya yaza bilərsiniz. Qabağına əlavə edə bilərsiniz ki, hansı sayt olduğu. Misal üçün, belə okeydir adı olaraq iləri deyirik. Belə bir hissə gəlir, hələlik bu hissəni keçirik və burada qeyd edir. Məhsullarınızı bir-bir götürə bilərsiniz. Misal üçün, iləri deyək. Biz burada gərək məhsulları, məhsulun linkini, şəklini və s. bir-bir əlavə edək. Düşünün ki, sizdə minlərlə məhsul var, siz bunu bir-bir əlavə etməlisiniz, lakin bu nə qədər vaxt aparar. Digər bir alternativ seçim isə bunu avtomatik etməkdir və birincini seçib iləri deyə davam edirik. Misal üçün, burada bizdən istəyir ki, bir link verək, hansı ki XML formatında olmalıdır, CSV formatında olmalıdır. Bu linklə biz məhsullarımızı avtomatik götürsün. Bəs bu linki biz hardan əldə edirik və bura məhsullarımız üçün necə bir, belə deyim, dinamik, hər gün dəyişən, məhsullarımızda dəyişiklik olduqca avtomatik dəyişən və Facebook ötürən bir link yaratmalıyıq. Qısa deyim, bir fayl və onun linkini bura verməliyik. Bunun üçün daxil oluruq saytımıza və qoşmalar hissəsindən yeni qoşma əlavə et deyib burada axtarırıq biz Product Feed və beləliklə gördüyünüz bu qoşmanı yükləyirik saytımıza. Qoşma əlavə yükləndi və onu aktiv edirik. Gördüyünüz kimi aşağıda belə bir hissə var. Product Feed. Daxil oluruq ora və buradan yeni feed yarat deyirik. Burada bizdən feedin nə üçün olduğunu soruşur. Gəlin bunu eyni ticarət yönəticisində qoyduğumuz adla eyni qoyaq. Hər hansı fərqli bir ad da qoya bilərsiniz. Və hansı ölkədə istifadə olunacağını soruşur. Biz buradan Azərbaycan seçirik və hansı kanalda, yəni hansı platformada istifadə edəcəyik. Bizə lazımdır buradan Meta, Facebook, kataloq demək. Okay. Burada əgər məhsulumuzun müxtəlif rəng seçimi olaraq, ölçü olaraq seçimləri varsa, biz onları da əlavə etmək istəyiriksə, include product format, product variantları seçməliyik. Digər seçimlər üçün səhifəni tərcümə edək. Burada göstərir yalnız standart məhsul dəyişikliyini daxil edin. Yəni standart məhsul hansıdırsa onu götürün, ən aşağı qiymətə məhsul hansıdırsa onu götür. Bizə bu hissələrə ehtiyac yoxdur. Belə deyək, sizdə bir məhsul müxtəlif rəngləri fərqli qiymətədirsə, onda siz bunu aktivləşdirərək ən ucuz qiyməti qoya bilərsiniz ki, müştəri linkə tıklayanda məhsulun ən ucuz variantını görsün, rəngi görsün və növbətləri istədikdə üstünə qiymət dəyişsin. Bütün ölkə, göndərmə ölkələrində aktivdirmi? Yəni əlavə edə bilərik. Bizdə Azərbaycandır. Düşünürük ki, yəni sadəcə Azərbaycana biz çatdırma edirik, buna ehtiyac yoxdur. Fayl formatını XML olaraq biz veririk ki, daima yeniləsin. Yeniləmə intervalı gündəlik yeniləsin, gündə 2 dəfə yeniləsin və ya saatlıq yeniləsin. Əslində burada həftəlik də olmalıdır. Daha öncə həftəlik də var idi, həftəlik ləğv olub, twice deyil. 2 gündən bir yeniləməni seçək biz və bu hissələri aktivləşdiririk. Bu hissədə isə tutaq ki, 10 gündə məhsul satılmayıbsa, 20 gün, 1 ay, 1 il ərzində məhsul satılmayıbsa, biz qeyd edirik ki, həmən gün ərzində verdiyimiz müddət ərzində satılmayan məhsulları buradan çıxart, reklamlarda onlar görsənməsin. Bizdə ona ehtiyac yoxdur və continue deyib davam edirik. Və bu hissədən bizə lazımdır nə? ID hissəsi product ID ilə eynidir, title başlıq məhsulla eynidir, description eynidir, mövcudluq var, qiymət var,
link var, şəkil var. Brend, əgər brend adı varsa brend adını seçməliyik. Buradan bizdə brend adı varmı? Təəssüf ki, brend adı biz hələ onu yükləməmişik brendlər funksiyasını. Və digər hissələr. Gördüyünüz kimi avtomatik götürüb burada aidiyyat hissələri. Bu qədərlə biz nəsə əlavə etmədən davam etdik hələ ki. Davam et dedikdən sonra növbəti səhifədə bizim üçün kataloqların adları gəlir. Biz özümüz də metada başqa cür adlandıra bilərik və burada bizim mövcud olan kataloqlar görsənir. Ehtiyac görmürəm mən hal-hazırda bu adlandırmaya və continue deyib davam edirəm. Burada bir şərt verə bilirik. Şərtlərə ehtiyac yoxdur. Davam et deyirik. Davam et. Və bu hissədən yarat deyirik. Gördüyünüz kimi bir qədər gözləyirik və artıq bizim linkimiz hazırdır. Bu linki götürürük, buradan kopyaladıq və gəlirik ticarət yönəticisinə. Hansı ki bizdən link istənilən hissəyə əlavə edirik və davam et deyirik. Valyuta seçirik Azərbaycan manatı. Burada da bizdən soruşur ki, hansı sıxlıqla oradan məlumatı çəkək. Həftəlik hissəsi dediyim hissə buradadır. Orada hansı sıxlıqla saytdakı yenilənməni götürməyidir və hansı saatda götürməni istəyirik. Misal üçün həftədə hər 5-ci gün saat, misal üçün Bakı saatı ilə buradan Bakı saatını seçək. -4 və Bakı saatı ilə hər 5-ci gün 13:18-də götürsün və yaxud da bunu biz gecə vaxtı da qoya bilərik, təyin edə bilərik. Və bu hissədən biz yüklə deyirik. Və növbəti səhifəyə keçir. Gördüyünüz kimi burada məhsullarımız yüklənir, deyir məhsullarınız yüklənir. Bir neçə dəqiqə çəkə bilər. Artıq yükləndi və bir qədər gözləyək. Burada bizdən reklam yaratmağımızı istəyiriksə, Advantage Plus, yəni süni intellekt dəstəkli, Facebook'un öz süni intellekt dəstəkli reklamını yaratmaq istəyirsə, biz bir piksel də yaratmalıyıq. Piksel bir kod olur və biz onu saytımıza yerləşdiririk. Bu kod vasitəsilə Facebook bizim saytımızdakı müştərilərin də işləməsini, hara daxil olduğunu, alış-veriş etdiklərini, səbətə atıb atmadıqlarını, sifariş verib vermədiklərini, belə deyim, yaddaşında saxlayır və onları kateqoriyalaşdırır və bunu da bizdən istəyir. Kataloqları Advantage reklam kampaniyasında istifadə etmək üçün. Gəlin bunu da sizinlə birlikdə edək. Bir piksel və SDK ekləyin deyir. Veriyi bağla. Web saytdan istəyirik. İrəli deyirik və hansı işlətmə üçün olduğunu deyir. Deməli, gördüyünüz kimi pikselimizə ad veririk. Və reklam hesabımızla əlaqələndiririk. Və bu hissədən bu hissəni seçirik. Kodu manual yüklə var. Kodu kopyalayırıq və daxil oluruq saytımızın admin hissəsinə. Burada bizim dizaynda bu hissə var. Ora əlavə edib yoxlayırıq. Və olmasa, əslində Facebook'un istifadə etdiyi yer var. Həmən hissəyə biz əlavə etməliyik. Həmən hissəyə də artıq demək göstərim sizdən hardandır. Daxil oluruq görünüşlər hissəsinə. Zen File Editor seçirik. Və bu hissədən dizaynı seçdikdən sonra dizaynın header hissəsinə, yəni başlıq hissəsində əlavə edəcək və fayl budur. Faylın adı belə olur. Və bu hissədə biz əlavə edirik hara? Hid etiketinin altına.
Faylı yenilə deyib yadda saxlayırıq. Fayl yaddaşda saxlanıldıqdan sonra daxil oluruq saytımıza. Saytı yeniləyirik. Düz istəyirəm. Saytı yeniləyirik və sağ düyməni basaraq bu ikincini, altdan ikincini seçirik. Və beləliklə baxırıq burada çıxan koda metapixel kodu varmı? Metapixel kodu varsa artıq uğurla biz bunu əlavə etdik deməkdir. Bu hissəni bağlayırıq və qayıdırıq yenidən ticarət yönəticisinə və davam deyirik. Bu hissəni aktivləşdiririk və bitdi deyirik. Növbəti səhifədə bizə bildiriş gəlir və hadisələri əlavə edə bilərik və yaxud da ki, hələlik keçə bilərik. Hadisələri əlavə etmək nə deməkdir? Yəni səbətə əlavə etmə, alış-veriş etmə, ödəniş etmə, WhatsApp-la yazma, bu hadisələri biz təsdiqləməliyik. Buradan saytımızın ünvanını yazırıq. Gördüyünüz kimi saytımız açıldı və biz saytımızın bu hissəsində belə bir hissə gəlir və bizdən soruşur nəyi izləyirik. Misal üçün bunu bassa bu düyməni bu bizə WhatsApp-la yazmaq deməkdir. OK və hələlik iptal deyirəm. Geri dönürəm. Buradan yeni düymə, daha doğrusu yeni düymə seçdik. Buradan bu düyməni mən seçməli idim və hadisənin adı nə olsun? Hadisənin adı olsun, misal üçün, potensial müştəri, şəxs və s. Burada bizdə varmı? Başvuru göndərmə də deyə bilərik. İçərik görüntüləmədə daha çox. Alış-veriş başlatma. Gəlin buna deyək biz. Başvuru göndərmə. Tutaq ki, bizə başvuru göndərdi. Yəni bu tam satış deyil və s. Onayla deyib qəbul edirik. Başqa bir düymə biz seçə bilərik. Misal üçün yeni düymə deyək və buradan bu hissəni seçək. Tutaq ki, məhsula baxış. Bu formada biz bunları qəbul edirik və kurulumu bitirin deyirik. Biz burada iki hadisəni qeyd etdik. WhatsApp-la baxma və profilə baxma. Bitdi. Deyəsən mən sonda bağla vermədim. Tak. Növbəti dəfə təkrar edək. Yox, artıq əlavə olunub. Kurulumu bitirin deyək. Bitir. Evet, göndər. Və bitdi. Və biz bu hissədən kataloqumuzu bağlaya bilirik pikselimizə. Və bağla deyirik. Həqiqət inteqrasiya varmı? Baxaq. Metapixeli. OK. Bu hissəni yenidən verdi. Ona görə ehtiyac yoxdur. Bitir deyirik və geri. Bitir.
Bir daha soruşma, xeyr, göndər və bitdi. İptal deyək. Eyni şeyi bizim üçün təkrar etdirdi. Mən səhv saldım əslində orada. Və digərləri. Hadisələri test edə bilərik. Biz hansı ki tıklayırıq, əgər daxil oldu, olmadı. Və hələlik bu hissə ilə işimiz bitdi. Gəlin yenidən qayıdaq ticarət yönəticisinə və yeniləyək. Gördüyünüz kimi burada kataloqumuz var. Artıq lazım ayarlamalar etdiyimiz üçün Advantage Plus reklam kampaniyası da yarada bilərik. İrəli deyə bilərik misal üçün. Bunu hal-hazırda nümunə olaraq göstərirəm. Gördüyünüz kimi avtomatik bizi yönəldir reklam hissəsinə, kampaniya yaradır. Kampaniya növünü burada fikir versək satış reklamları yaradır. Hadisə qoyur burada məqsədi dönüşüm qoyur, yəni hansısa bir hərəkəti müştəri yerinə yetirsin. Kampaniya büdcəsi deyir, misal üçün günlük nə qədər olsun və yaxud da reklam seti büdcəsi, tutaq ki reklam seti büdcəsi deyək biz. Və aşağı düşürük. Gördüyünüz kimi hədəf kitləni özü seçir və hansı bir kateqoriyada olub olmadığını soruşur və irəliyə davam edirik. Bu hissədə də dönüşüm seçir yenidən, yəni ki saytda hansısa bir bağlantı tıklasın və s. Qaydalar, bütün məhsulları götür deyir və digər hissələr də biz daha öncə keçdiyimiz qaydada edir. Lakin burada hədəf kütlə və s. hamısı Advantage Plus qaydasında olur. Gəlin buranı bağlayaq və geri dönək. Mən baxmaq istəyirəm, bir də kampaniyaları bağlayım. Və daxil oluram yenidən kataloqlara. Kataloqlardan məhsullar hissəsinə daxil olduqda görürəm ki, artıq mənim məhsullarım bu formada yüklənilibdir. Hara? Metanın məhsullar hissəsinə. Avtomatik olaraq mən kataloq reklamları verə bilərəm. Tutaq ki, məhsulumun şəklini istəyirəm, məlumatları olsun və bu formada reklam vermək istədikdə artıq mənim məhsullarım hamısı burada var. Mən sayta məhsul əlavə etdikcə avtomatik həftədə bir dəfə saytdan məlumatları yeniləyir. Məhsulları sildikcə, qiymətlər dəyişdikcə biz həftədə bir dəfə bunu yeniləyə bilirik və yaxud da ki, gündəlik edə bilirik bu formada. Növbəti bizim göstərə biləcəyimiz nə var deyə baxıram. Burada hansı ki məhsullarınızı siz setləşdirə bilərsiniz. Tutaq ki, kişi geyimləri, qadın geyimləri, misal deyirəm, burada indi yoxdur. Misal üçün burada ola bilər yastıqlar, geyimlər, əlavə digər köməkçi vasitələr kimi biz ayarlamalar edə bilərik. Bugünlük dostlar bu qədər. Bu dərsimizdə biz saytımıza necə kataloq yarada bilərik, məhsulları necə saytımızdan Facebooka yükləyə bilərik və necə saytımızdakı hadisələri izləyə bilərik deyə piksel yaratmanı və məhsulları feed formatında ticarət yönəticisinə əlavə etməyi öyrəndik. Diqqətiniz üçün təşəkkürlər, minnətdarım.